Sürprizim de olub. İki küsürünü barışdırmaq heysəndir mi? Bir nəfər Evet. izləyicimiz də adını çəkməyəcəyəm. 5 ildir. Hikkələnib, aləni dağıdıb. Xanım. Boşanıb ərindən. Hı. Neçə ildir də məni burada izləyir. 2 gün öncə, dünən sıra gün. Nə eləyirdim mən? 2 gün, 3 gün bundan qabaq. Hə, Markov əlimdə. 2-3 gün bundan qabaq. Biraz Markov var idi, onu çorkadan keçirdim. Dedim, xarab olmasın, buzluq atım, adam əlini atan da əlinə gəlsin. Bunu işləyə-işləyə oturmuşdum. Bu qız yazdı. Mən də ona Instagramda, onun WhatsApp-ı yoxdur məndə. Oradan buradan danışdıq. Taleyini danışdı. Deyirəm ki, bəs sən düşünürsən ki, tutalım ki, bu kişi bir səhvi var. Bu səhvə görə dedim, ailə dağılmır. Şey də deyil, xəyanət də deyil. Deyirəm, belə bir səhvə görə ailə dağılmır. Əksinə belə insana sığa çəkirlər ki, sakit olsun, ailə belə dağılmasın. Deyir ki, bizdə deyir, anam da boşanıb, nənəm də boşanıb, nəsə belə şeylər sadaladı, elə bir miras qalıb. Deyirəm, indi sən də öz evladlarına miras qoyacaqsan. Əgər barış etməsən, əgər bu ailəni bərpa etməsən, bu mirası sən də, anan sənə qoyub bu mirası, sən də evladına qoyacaqsın. Ya da barışmalısın. Sən indi boşanıbsan, gözəl göçəkdir, cavan gəlindir. Deyirəm, indi düşünürsən ki, səni kimsə alacaq. Sən rəva görərsənmi ki, sənin evladın geçsin, 3 dənə uşağı olan alsın? Təbii ki, sən qoymazsan. Onda səni də heç kim almayacaq. Və yaxud da subaydır, deyirsən ki, bəlkə evlənərəm, milyondan birinin bəxtinə, taliyinə o ailə qurmaq düşür. Qalan hamısı aldadır. Ələ keçirənə kimidir. Get dedim, ərinlə barış, bir araya gəl, Çembolidəkin məsuliyyətlidir, evladlarının üzərində nəzarətini çəkmir. Bu cürə ərəksən, çöl atıbsan 5 ildir. Barışdılar, bax belə gözəl oldu. Buradan bəyrələnib, şüküründə qalıb. Ne güzel. 2 küsürünü barışığını Savap, buyur. savaptı, savaba yazıb Allah.